Bu videoda sizə Yango proqramı vasitəsilə necə taksi sifariş verə bilərsiniz onu göstərəcəm. İlk növbədə Yango proqramını telefona yükləyirsiniz və daxil olursunuz. Açılan bu səhifədə öz telefon nömrənizi qeyd edirsiniz. Daha sonra həmin telefon nömrəsinə gələn 6 rəqəmli təsdiq kodunu buraya daxil edirsiniz. Daxil etdikdən sonra birinci sütuna öz adınızı, ikinci sütuna isə soyadınızı yazırsınız. Ad soyadı yazdıqdan sonra qarşınıza belə bir seçim çıxır. Buradan Connect butonuna klik edirsiniz, öz üzünüzü skan edirsiniz və budur sizin qeydiyyatınız yekunlaşdı. Açılan bu səhifədə sağ yuxarı küncdə olan 3 xəttə keçid edirsiniz. Buradan birinci seçimə daxil olub ödəniş metodunu seçə bilərsiniz. Əgər Apple Pay vasitəsilə ödəmək istəyirsinizsə Apple Pay seçirsiniz. Nağd ödəniş istəyirsinizsə cash bölməsini seçib sifariş edirsiniz. Yox, əgər kartla ödəniş istəyirsinizsə aşağı hissədə olan Add to Cart bölməsinə daxil olub kartın 16 rəqəmli PAN kodunu, kartın bitmə tarixini və arxasında olan CVV kodu daxil edib kartınızı yaddaşa yazırsınız. Burada ekranda gördüyünüz maşın şəklinin üzərinə vurursunuz və əgər hal-hazırda olduğunuz nöqtədən sifariş etmək istəyirsinizsə sağ aşağı küncdə olan ox işarəsinin üzərinə vurursunuz və bununla da proqram sizin olduğunuz dəqiq məkanı təyin edir. Yox, əgər olduğunuz məkandan yox, digər bir məntəqədən sifariş etmək istəyirsinizsə yuxarıda olan sözün üzərinə vurursunuz. Daha sonra buradan təyinat nöqtəsini seçirsiniz. Seçəndən sonra aşağıdakı xanaya isə gedəcəyiniz ünvanı daxil edirsiniz və buradan ekranı yuxarı sürüşdürərək taksilərin seçimin edə bilərsiniz. Ekonom, Comfort, Comfort Plus, Business və London Premium seçimin seçə bilərsiniz. Bunların hər birinin qiyməti keyfiyyətinə görə fərqlənir. Deyək ki, buradan Comfortu seçirsiniz və sol aşağı küncdə olan pul işarəsinin üzərinə vuraraq yenidən ödəniş metodunu dəyişə bilərsiniz, əgər istəyirsinizsə. Bu seçimləri etdikdən sonra aşağıda olan istək butonuna klik edib sifarişinizi göndərirsiniz. Əgər sifarişinizi ləğv etmək istəyirsinizsə, ekranın aşağı hissəsinə düşərək buradan Cancel Ride butonunu seçib sifarişinizi ləğv edirsiniz. Həmçinin ekranı sol tərəfə sürüşdürərək buradan hər hansısa bir bağlamanı da Yango vasitəsilə göndərə bilərsiniz. Əgər bağlamanın kiloqramı 10 kiloqrama qədərsə birinci seçimi, 10 kiloqdan artıqdırsa ikinci seçimi seçib sifarişinizi verirsiniz. Digər xidmət isə kargo xidmətidir. Bu isə daha iri həcmli veşlərin daşınması üçündür. Kanala abunə olub videonu bəyənməyi unutmayın.